Ötən il 5 saylı regional meşə təsərrüfatı mərkəzi tərəfindən Quba, Qusar və Xaçmaz rayonlarında ümumilikdə 100 mindən artıq ağac əkilib. Cari ildə isə artıq 10 mindən çox tinq torpağa köçürülüb. Əkilən ağacların yerli iqlimə uyğunlaşdırılması onların daha sürətlə böyüməsinə və bitiş faizinin yüksək olmasına imkan yaradır. Mərkəzin tinqlik təsərrüfatında yetişdirilən bu fidanlar meşələrin bərpasında mühüm rol oynayır. Hal-hazırda durduğumuz ərazi 5 saylı regional meşə təsərrüfatı mərkəzinin tinqlik sahəsidir ki, həmin tinqlik sahəsində yerli iqlim bitmə şəraitinə uyğun olaraq tinqlər yetişdirilir. Həmin yetişdirilmiş tinqlər regionun meşə ərazilərində əkin işlərində, meşə bərpa tədbirləri planlarına uyğun olaraq əkin işlərində istifadə olunur. Hal-hazırda durduğumuz regional mərkəzin tinqlik sahəsində yetişdirilmiş tinqlərdən 2024-cü ildə 94 hektarda əkin səpin işləri aparılmışdır ki, həmin əkin səpin işlərinə 100 mindən artıq tinq toxumacalardan istifadə olunmuşdur. Yeniliklərdən biri də bu ildən etibarən istixana şəraitində qapalı kök sistemi ilə tinq yetişdirilməsinə başlanmasıdır. Artıq ərazidə yeni istixana qurulub və burada yetişdirilən tinqlər daha dayanıqlı və sağlam olacaq. Həmin istixanalarda quraşdırılmasında məqsəd qapalı kök sistemində tinqlərin yetişdirilməsidir. Hal-hazırda burada da görünür, qapalı kök sistemində tinqlərin yetişdirilməsi. Həmin tinqlər əkin mövsümündə, yaz, payız əkin mövsümlərində xidməti ərazilərdə əkin işlərində istifadə olunur. İstixana şəraitində tinqlərin yetişdirilməsi iqlim dəyişikliklərinin təsirlərini azaltmaq, ekosistemin bərpasını sürətləndirmək və meşə örtüyünü genişləndirmək baxımından böyük əhəmiyyət daşıyır. 5 saylı regional meşə təsərrüfatı mərkəzi ekoloji tarazlığın qorunması üçün bu tip layihələri davam etdirməyi planlaşdırır. Bu ərazidə biz yerli iqlim şəraitinə uyğun 10 növ həm relik, həm də endemik növ bitki ağac növlərinin burada yetişdirilməsinin həyata keçiririk. İlk növbədə biz toxumu müəyyən mərhələdə, yəni toxumun bitiş vermə qabiliyyətini yoxlayırıq. Ondan sonra onun keyfiyyətin, ondan sonra cücərmə texnikasına baxırıq, cücərmə faizi neçə faizdir və ondan sonra onu sahə malanlıqda, gübrələndikdən sonra o sahəyə səpib və suvarma işlərini aparırıq və tinqləri əldə edirik. Ümumilikdə buranın 200 mindən artıq tinq yetişdirmə qabiliyyətinə malikdir. Meşələrin bərpası və yaşıllaşdırma tədbirləri çərçivəsində görülən bu işlər təkcə ekoloji baxımdan deyil, həm də bölgədə kənd təsərrüfatı və meşə təsərrüfatı sahələrinin inkişafına töhfə verir. Yerli iqlimə uyğunlaşdırılmış fidanların artırılması Quba və ətraf rayonlarda ekoloji şəraitin yaxşılaşdırılmasına da müsbət təsir göstərəcək.